Əlimizdə bir ədəd 8266, bir ədəd isə ESP32 var. ESP32 istilik dəyərini buradakı sensorla oxuyur və rütubət dəyərini oxuyur. Buradakı OLED ekrana yansıdır. Həmçinin bunu Google Firebase-ə göndərir. Birbaşa buraya göndərdikdən sonra burada anlıq olaraq oxunur. Təbii ki, bu çox veri işlətməsin deyə 5 saniyədən bir yeniləmə sürəti var. Əgər hansısa bir dəyər avtomatik eynidirsə, məsələn burada nəmişlik dəyərimiz eyni oldu. Bu dəyərlərimiz yenilənmir və burada da ESP8266 ilə həmin dəyərlər Wi-Fi vasitəsilə bu Firebazadan bulut kimi oxunur və digər ekranda yansıdılır. Wi-Fi bağlantısı və bulut bağlantısının olub-olmadığı göstərilir və burada da həmişə buludla əlaqə olub-olmadığı onlayn bir şəkildə göstərilir. Əgər bağlantı qoparsa, orada offline yazır. Bu cür videolar üçün takipdə qalın, gözəl videolar gələcək.